Sən istəyirsənsə sənin milli komandan 5 il sonra daha gümrah futbol sərgiləsən, onda sən indidən artıq 13-14 yaşlı futbolçulara, pöhrələrə o sistemlə, eyni sistemlə, indiki hazırda millidə hansı sistem oynanılırsa, eyni sistemlə futbol oynatdırmalısan. Ən müasir proqramlarla məşq keçməlisən ki, o böyük bir nöqsanda Azərbaycanda özündən deyən klubda belə birisiz yaxşı da var, pis də var, amma yaxşı çox azdır. Onun da günahı yoxdur. Ona görə ki, insanlar, məşqçilər kənara çıxmırlar, seminarlarda iştirak eləmirlər, özlərində çalışa bilmirlər, işləyə bilmirlər. Çünki maddi imkan yoxdur, proqram yoxdur. Bunun üçün inkişaf etmiş orta səviyyəli heç olmasa ölkələrə gedib təcrübə mübadiləsi keçsinlər. Biz indidən klublar onsuz da bunu eləyəcək, eləməyəcək onların qarşısında, çünki hər biri müstəqil obyekt və ya subyektdir. Mən elə bilirəm ki, bu proqram AFFA nəzdində çox ciddi şəkildə işlənməlidir. Onun yol xəritəsi cızılmalıdır və belə olarsa biz futbol, çünki bizə hansı böyük ad olan məşqçilər gəlibsə, elə Bert Foxun özü də, Prasneçki də, hətta Dibyazın özü də deyirdi ki, Azərbaycanda futbolçu var. Kifayət qədər yaxşı futbolçu da var, bazada da var. Biz futbol ölkəsiyik, yalnız bunu Bert Fox etiraf eləmirdi. Amma Azərbaycan istəsə böyük futbol ölkəsi ola bilər. Çünki Azərbaycana ən azı bunun ənənəsi var. Nəticə baxımından o qədər ürəkçən olmasa da bunun ənənəsi var. Bunun üçün potensial var. Biz idman ölkəsiyik və ən əsası Azərbaycanda bunun üçün dövlət dəstəyi var. Bunun üçün hər bir maddi imkan var, hansı ki bizdən imkanca çox aşağı olan ölkələr bu nəticələri götürə biliblər. Deməli biz maddi cəhətdən şikayətlənməyə əsasımız yoxdur. Maddi imkanımız varsa artıq nəticəni qazanmaq üçün ciddi işlər görmək lazımdır. Qayıdırıq bayaqki məsələyə. Ciddi işlər üçün meydana peşəkarlar gətirilməlidir.